Oktyabrın 20-dən 24-nədək Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun arenasında keçirilən Konstitusiya və Suverenlik ilinə həsr olunmuş Nazirliyin qurumları arasında voleybol üzrə çempionata yekun vurulub. Finalda tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin komandası ilə Mülki Müdafiə Qoşunlarının komandası qarşılaşıb. Kifayət qədər maraqlı və əyləncəli anlara səhnə olan görüş birincilərin ilk setdə 25-18, ikinci setdə 25-14, üçüncü setdə isə 25-20 olmaqla ümumilikdə 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Üçüncü yer uğrunda keçirilən görüşdə isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası xüsusi riskli xilas etmə xidmətinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Oyunların ardından jurnalistlərin qarşısına çıxan Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun rəisi Polkovnik Füzuli Musayev turnirlə bağlı fikirlərini bölüşüb. Artıq bizim ilin axırına az qalıb, bizim 2 yarışımız qalıbdır. Ümumiyyətcə biləsiniz ki, bu il 2025-ci il bizim konstitusiya və suverenlik ilimizdir və keçirdiyimiz bütün tədbirlərimiz də məhz konstitusiya və suverenlik ilimizə həsr olunub. Qeyd eləmək istəyirəm, mayın 19-u 23-ü biz mini futbol üzrə ilk yarışlarımızı həsr elədik bugünkü günə, yəni bugünkü ilə və davamı gedir. Gördüyünüz bu günləri voleybol üzrə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında keçirilən yarış elə həsr olan suverenlik və konstitusiya ilimizə həsr olunubdur. İl ərzində bizim çox saylı yarışlarımız var və düşünürəm ki, yeni bir idman növlərindən də cəlb eləyəcəyik biz. Yəqin ki, qol gücünü də çox müraciətlər var. Yəqin biz qol gücünü də bərpa eləyəcəyik. İllər öncə biz bu yarışları keçirdik, o da çox maraqlıdır. Sonda yarışda uğur qazanmış komandaları mükafatlandırma mərasimi keçirilib. Bununla yanaşı çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Cəlil Cəlilov, Elçin Orucov və Asif Əliyev, tibbi xidmətlərə görə isə Fövqəladə Hallar Nazirliyinin tibb xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar. Qeyd edək ki, çempionatı Fövqəladə Hallar Nazirliyinin aparatı və qurumlarının ümumilikdə 12 komandasından 140-a yaxın əməkdaş iştirak edib.